Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Bugün sizə film kimi izləyə biləcəyiniz həyət evimizi təqdim edirəm. İnanın ki, bu evi almasanız belə ən azı videosunu izləməkdən zövq alacaqsınız. Elə bir qiymətlə satışa çıxıb ki, əmin olun ki, hardasa 2-3 gün ərzində satılası evdir. Yəni bu aylarla satışda qalan ev deyil. Həm şəxsi tikilidir, həm paket kupcalıdır, 2 mərtəbəlidir, 2 ailənin tam rahat, bəlkə hələ 3 ailənin tam rahatlıqla yaşaya biləcəyi evdir. Evin daxilinə keçməmi istəyirəm, həyətdəkiləri sizə məlumatını verim, sonra evin daxilinə keçək. Evimizin yerləşmə yeri Ramana Savxoz qəsəbəsidir. Darvazanı açırsınız, bax bu darvazanı. Qapısı birbaşa asfalt yolda. 296 sayılı orta məktəb evin tam yaxınlığındadır. Piyada getmək mümkündür. 163 nömrəli marşrutda evin düz qarşısından keçir. Bura evimizin qaraj hissəsi 5 sot yarımın içindədir. Həyətdə qarajı var, hamam sanitar qovşağı var, bir neçə yerdən kladovka hissələr var. Evin sağ-sol tərəfini sizə göstərirəm. Heç bir zabora bitişiyi yoxdur. Evin hər tərəfi də yaşayış olan yerdir. Mərkəzi kanalizasiya sisteminə qədər də hamısı var. Evin sağına soluna keçməyə yeri. İnanın ki, Ramanının ən gözəl, ən mərkəzi yerində yerləşir bu evimiz. Bu da evin sol tərəfi. İndi isə gəlin keçək, evin daxili ilə də tanış olaq. Sənədlər tam qaydasında, həyətində var verən meyvə ağaçları. Evin həyətinə neçə dənə istəyirsinizsə maşın daxil ola bilir. Evimizin ikinci mərtəbəsinə çöl tərəfdən ayrı xodu da var, amma evin daxilindən də keçmək mümkündür. Kim istəyir ayırar, kim istəyirsə birlikdə yaşayar ailəsi ilə. Dəhliz sistemlidir. Birinci mərtəbədə yerləşir. Hamam sanitar qovşaq, bir qonaq otağı və 2 də yataq otağı. Buradan ikinci mərtəbəmizə çıxan yerdir. Evin baxın, bu girəcək hissəsi, mətbəxi və hamam sanitar qovşağı tamamilə istip oldu. Və əzizləyicilər, bu evdə ən bəyəndiyim bir şey var, onu da sizə istəyirəm göstərim. Mərtəbə arası monolit betondur, o heç çox evlərdə olur. Amma bu ara divarı ki görürsünüz, qoşadaş. Bu hər evlərdə olmur. Özünüz də yaxşı bilirsiniz ki, çox vaxt onu təkdaş eləyirlər. Düzdür, yenə də problem yoxdur, amma qoşa olmağı daha yaxşıdır. Necə deyirlər, top atsan dağılmaz ev. Möhkəm tikili, tamamilə özünə tikili və şəxsi ev. Evdə istilik sistemi kombidir. Hər bir tərəfi, 4 tərəfi də qoşadaşdır. Mərtəbə arası monolit beton. Kanalizasiyanı qeyd elədim, mərkəzi olduğunu, kommunalları da qeyd elədim. Başqa nə qaldı? Başqa qaldı qiymət. Gəlin gedək ikinci mərtəbənin qonaq otağına baxın. Ondan sonra sizə qiyməti qeyd edeyim. İkinci mərtəbədə qonaq otağı elədi ki, ad günlərinizi, xeyir işlərinizi tək Allah hər birinizə xeyir iş qismət eləsin hər zaman. Baxın, burada xeyir işlərinizi polunu keçirə bilərsiniz. Mən hələ heç bir evdə bu qədər geniş qonaq otağı görməmişəm, özü bu qiymətə. Qiymət 134.000 manat. Real alıcılara da qiymətli indirim evin sahibi tərəfindən olunur. Burada da yine ara divarlar da qoşa, dairəvi qoşadaş, kombisinə qədər hamısı var. Bu otağın birindən evin çardağına da giriş var. Sonuncu yataq otağı da göstərim. Özüm də yoruldum. Bununla da videomuzu tamamlayaq. Dəyərli YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Evi təqdimatımızı bəyəndinizsə, rəylər bölməsində də öz fikrinizi bildirə bilərsiniz. Çünki sizin fikriniz mənim üçün həm dəyərlidir, həm də önəmlidir. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.